İndi rəsmi məlumatlar belədir ki, Trump özü də mətbuat konfransında söylədi ki, hə, narkotik daşınır, onun qabağını almaq lazım. Amma bunlar nam başa düşür ki, biraz bəhanədir. Çünki rəqəmlərə görə Venezueladan Amerikaya daşınan narkotik, Amerikaya daşınan narkotik cəmi 4-5%-dir. Başqa ölkələrdən daha çox daşınır. Niyə başqa ölkələrdə hərbi çevriliş həyata keçirilmir Venezuelada? Bunun da cavabını Trump açıq dedi. Neft dünyanın ən böyük ehtiyatlarına sahib olan ölkədir Venezuela neft. Düz neft təmiz neft deyil, çünki o çıxarılandan sonra təmizlənmədi. Amma hər halda dünyada birinci sırada. Rusiyadan da çox nefti var, Səudiyyə Ərəbistanı, dünyanın bütün ölkələrindən daha çox nefti var. Və həm də Amerikanı narahat edən nə idi bu illərdə? Deməli, Maduro Amerikanın düşmənləri və rəqibləri ittifaq qururdu. 3 əsas Amerikanın rəqibi var da hal-hazırda. Rəqibi və düşməni deyək. Bu Rusiyadır, bu Çindir, bu İrandır. Maduro üçü ilə də sıx əlaqələr qurmuşdu. Ən çox nefti Çinə satırdı. Rusiya artıq faktiki Venezuelada hərbi bazalar yerləşdirməyə yaxın idi. Xeyli hərbi texnika satmışdı. Və İranla da əlaqə qururdu Maduro. Hətta iş o yerə çatmışdı ki, xəbərlər yayılırdı ki, Hezbollahın belə deyək də, baş kəsənlərin bir hissəsi də Venezuelada peyda olub, orada təlimlər keçirir. Bu əlbəttə ki, Trump olmasaydı belə, Amerikada prezident kim olursa olsun narahat edir. Amma o başqa məsələ ki, başqa bir prezident belə bir riskli əməliyyata baş vurardımı? Sən demə, Trump onun oğurlanması barədə hələ birinci prezidentlik dövründə də düşünürmüş. Amma o zaman alınmadı. Amma Maduroya, onu da ədalət namına onu da deyək ki, əslində Maduroya şans vermişdi Trump. Xatırlayın, hətta bir ay əvvəl hətta Azərbaycanın da adı çəkilir. Maduroya təklif etmişdi ki, 3-4 ölkədən birini seçib o ölkələrdən birinə köçə bilər. Hətta Azərbaycanın da adı çəkilmiş. Türkiyə adı daha çox çəkilirdi, Rusiya. Yəni, Maduro ölkəni tərk etsəydi, belə bir əməliyyat da olmaz. Bəlkə də Maduro Türkiyəyə geçsəydi, indi həbsxanada yox, Antalyanın çimərliyində dincəlirdi. Misal üçün, Bəşər Əsəd nə etdi? Son anda ölkəni tərk etməyə üstünlük verdi. İndi Moskvada ən bahalı evlərdə yaşayır, oğurladığı pulları xərcləyir. Yəni, Suriya həbsxanasında deyil hər halda. Maduro'nun da əslində belə bir şansı olmuşdu. Amma istifadə etmədi. Ağlına da gəlməzdi ki, onu Amerika bir gecənin içində gəlib oğurlaya bilər. Çox böyük əməliyyatdır. Nəyə görə böyük əməliyyatdır? Monroe doktrinası yenidən işə düşdü. Bu tək artıq Venezuela aiddir. Fikir verin, Trump son çıxışında hansı ölkələrin adını çəkdi? Kolumbiya, Meksika, Kuba. Kolumbiyadan da daşınır narkotik və Maduro'nun oğurlanmasına ən sərt reaksiya verən məhz Kolumbiya prezidenti oldu. Onu da xatırladaq ki, Kolumbiyanın indiki prezidenti solçudur. Trump da solçuları özünə düşmən sayır, Maduro da solçuydu. Solçu hələ bir tərəfə, keçmiş partizan hərəkatının üzvü olub Kolumbiyanın indiki prezidenti. Yəni, Kolumbiya istisna deyir ki, hansısa bir əməliyyat həyata keçirə bilər. Düzdür, Kolumbiyada əvvəllər də Amerika xüsusi təyinatları, əməliyyatlar keçirmişdi narko ticarətə qarşı. Hətta xatırlayın, 90-cı illərin ən böyük narko ticarətçisi Pablo Escobar Kolumbiyada 93 ya 94-cü ildə onun neytrallaşmasında Amerikanın xüsusi təyinatları da iştirak edir. Koordinatları onları müəyyənləşdirmişdir. Yəni, belə əməliyyatlar keçir. Və yaxud Meksikanı götürün. Meksikada El Chapo adında narkotacir var idi. Onu oğurladılar, gətirdilər Amerika həbsxanasında saxlar. Yəni, Meksika və Kolumbiyada belə əməliyyatlar da keçirilib. Gəlirik Kubaya. Kubada 1959-cu il inqilabından sonra Castro hakimiyyətə gəldi. Və o ildən başlayaraq Amerika Castro'nu devirmək üçün, öldürmək üçün onlarla əməliyyat həyata keçirməyə çalışır. Heç biri alınmadı. Axırda nə baş verdi? Sovetlər Birliyi 60-cı illərdə Kubada nüvə başlıqlı raketlər yerləşdirdi. Amerika ultimatum qoydu. Nüvə başlıqlı raketlər çıxarılmalıdır. Moskva bir şərtlə çıxartdı. Daha şərt var idi. O zaman Türkiyədə də Amerikanın nüvə başlıqları var idi. Amerikadan tələb etdik, sən də Türkiyədəki nüvə başlıqlarınsa, bir də bir istəyi oldu Amerikadan. Ki, Kubada daha çevrilişə cəhd etməyəcək. Amerika belə bir vədi üzərinə götürdü. Yəni, 59-cu ildən başlayaraq artıq Castro rejiminə qarşı heç bir hərbi çevriliş planı həyata keçirilmir. Amma indi baxın, indi nə SSR var, nə də Castro var. Yəni, artıq bu vədlər qalıb. Bu o demək deyil ki, sabah desantı tökəcək Trump Kubaya. Amma Venezuelanın əldən getməsi, Amerikanın nəzarətinə keçməsi, indi bu haqda da sonra istəsəz danışarıq, nəzarətinə keçməsi Kubanın vəziyyətini ağırlaşır. Niyə? Çünki Maduro Kubaya
olursunuz neft verildi. Yanacaqsınız, indiki ağır, onsuz da sosial vəziyyət Kubanın ağırdır. Daha da ağırlaşacaq. Yəni bu Venezuela ilə bir iş bitməyəcək.